Və çox təəccübü o insanların halına təəccüb edilir ki, insan öz nəfsini bilir ki, nəfsi şəri əhkamlarda cahildir. Xüsusən də gündəlik əməli məsələlərdə cahildir. Baxırsan, insan namazı ilə bağlı cahilliyi nə qədər istəyirsən, orucu ilə bağlı cahilliyi, zəkatı ilə bağlı cahilliyi, həcdən sual versən bir dənə bildiyi şey yoxdur. Ticarət edir, ticarətində cahilliyi, səhər axşam zikirlərindən tutmuş, dəst namazı ilə bağlı və bu cahilliyi də inkar etmir, bu cahil qaldığı məsələlərdə sənə zəng eləyir. Hansı ki, səni murciyə görür, səni bu məsələlərdə yanlış yolda görür, amma əhkam məsələlərində sənə möhtacdır. Səni elmli sayıb səndən soruşur. Və bu soruşmağı bir növ nəyə dəlalət eləyir? Bu soruşmağı bir növ özünün cahil olmasının iqrarıdır. Səndən bunu soruşması özünün cahil olmasının iqrarıdır. Lakin bu məsələlərə gəldikdə baxırsan ki, gündəlik əməli məsələlərdir, insan doğrudan cahildir. Namazdır, namazla bağlı məsələlərdir. Namazın rükünlərini soruşsan ki, namazın rükünlərini say, hansı ki, o rükünün biri olmasa namaz batildir. Namazın 14 rükününü ardıcıl sənə saya bilməz. Namazın neçə vacibi var saya bilməz. Səhv səcdəsi ilə bağlı əhkamları soruşsan, tilavət səcdəsi ilə bağlı əhkamları soruşsan, sənə heç nə cavab verə bilməz. Orucu pozan amillərdən 2-3 dənə sual versən, qarşında aciz qalacaq. Ticarət məsələləri ilə bağlı baxırsan ki, 2 dənə, 3 dənə sual versən, baxırsan ki, insan riba içərisində üzür. Özünün də xəbəri olmadan haram yiyir. Doğru ticarətlə batil ticarət, fasid ticarət arasında fərq qoya bilmir. Amma baxırsan ki, təkfir məsələsində irəlidə gedənlərdəndir. Hamıya hökm verir. Və səni də ittiham edir. Murciə deyə ittiham edir. Və ya təkvirdə, qorxaqlıqda ittiham edir. Subhanallah. İnsanlar şeyxdir ki, bu insanların halına təəccüb edilir. Amma kim ki deyir, öz nəfsində dayanarsa, öz yerini bilərsə və bilərsə ki, emosiya, tələskənlik və oturub durduğu onun kimi olan insanlar ona fayda vermir, qiyamət günü fayda verməyəcək. Və Allah Azza və Cəllənin bu ayəsini xatırlayarsa ki, وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ O gündən qorxun ki, o gün Allaha dönəcəksiniz. O günü həmçinin xatırlayarsa يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ İnsan o gün qardaşından qaçacaq, atasından, anasından qaçacaq. وَصَاحِبَتِهِ وَبَنِيهِ Həyat yoldaşından, övladlarından qaçacaq. Bu gününü xatırlayarsa, o zaman deyir, nədir? Bu məsələlərdə tələsməz. Bizdən birimizdir şəri əhkamları öyrənməyə ehtiyacımız olduğu zaman, talaqla bağlı məsələlər olsun deyir, ya qadınların hökmləri ilə bağlı məsələlər olsun və yaxud ticarət məsələləri olsun. Niyə həmişə kimə qaydırıq? Rəbbani alimlərə qaydırıq. Alimlərdən soruşuruq. Onlardan götürürük. O alimlərə müxalif olanlara baxmırıq. Məsələn, misal getirim açıq-aşkar. Təkvirçilər fətva məsələsində, şəri əhkam məsələsində deyirlər, Şeyx Fovzan belədir, Şeyx İbn Baz belədir, Şeyx İbn Hüseymin belədir. Amma təkvirə gələndə nə deyirlər? Deyirlər, yox, onlardan götürülməz. O türmədə olanlar var, haqq əhli olardı. İçəridə yatan filan kəslərdir. Niyə? Nə oldu? Niyə sən bütün məsələlər və dininin %99'unu o birinci saydığımız alimlərə həvalə edirsən, etibar edirsən? Və qorxmursan, məgər onlar inanılmış alimlər deyilsə, o sənin içəridə, türmədə yatanların ticari məsələdə, talaq məsələsində o böyük alimlərə müxalif olsa, o içəridə yatanın sözünü götürmürsən.
böyük alimlərin sözünü götürürsən. Və sən dininin %99'unu o böyük alimlərə həvalə edirsən. Necə həvalə edirsən ki, o insan, o alimlərə güvənmirsənsə, necə onlara bütün dinin əksər məsələlərini onlara həvalə edirsən, onlara etibar edirsən. Deməli, ortada nə var? Ortada həqiqi iman deyil, bu nədir? Nəfsdir. Nəfsə uymaqdır. Şəri məsələlərin əksəriyyətində onlara qaydırsan. Lakin təkfir məsələsinə gəldikdə isə onların sözünü bir tərəfə atırsan. Bu deyir, şeyx buyurur ki, bu hava əhlinin sifətidir və gizlidir bir havadır. Havasına uyanların əməlidir. Şeyx Abdullah bin Abdurrahman bin Əbu Batin rahimehullah buyurur ki: "Və minəl acəbi ən əhədə haula law su'ila an məsələtin fi't-taharati aw'l bey' və nahvihima lam yufti bi mujarrad fahmihi və istihsan aqlihi." Onlardan deyib birindən deyir, təharət və ya ticarət məsələsi ilə bağlı bir məsələdə soruşsan deyir, öz başa düşdüyü kimi fətva verməyəcək. Ağlı necə görür, öyle fətva verməyəcək. Bəl yəbhazu an kəlamul uləmə və yufti bimə qalu. Əksinə, alimlərin fətvasını axtaracaq, alimlərin fətva verdiyi kimi fətva verəcək. Fəkeyfə yə'təmidu fi həzəl əmril azim əlləzi huvə a'zam umuriddin və əşəddihə xataran alə mücərrədi fəhmihi və istihsanihi. Yaxşı deyir, dinindir ən böyük məsələlərindən olan və ən təhlükəli məsələlər olan bu məsələlərdə, yəni təkfir məsələlərdə deyir, necə olur ki, deyir, mücərrəd öz başa düşdüyü kimi və ağlı necə ona gözəl göstərir, eləcə fətva verir. Və deyir, bu deyir, böyük bir müsibətdir ki, insan bu məsələlərdə ağlını, nəfsini irəli tutur və Allah Azə və Cəllədən Allahım səndən deyir, hidayət yolunu istəyirik. Şeyx Süleyman ibn Səhman rahimehullah deyir ki, o insanların biz halına təəccüb edirik ki, o insanlar cahillərdir. Hansılar ki, təkfir məsələlərində danışırlar. Və elmi və mərifətdə böyük alimlərin bir barmaq ucuna belə çata bilməyiblər. Amma onlardan deyir, soruşuluqda, amma baxırsan ki, bəzi məsələlərdə alimlərə nə deyir? Dil uzadırlar.